Müdür işçini işdən çıxaracağı ilə hədələyərək məcburi əməyə cəlb edərsə, bunun məsuliyyəti nədir? Qanun nə deyir? Hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi yerinə yetirməyə məcbur etmək qadağandır. İnzibati Xətalar Məcəlləsinin 193-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi hədə qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi yerinə yetirməyə məcbur etməyə görə 1000 manatdan 2000 manata dək məbləğdə cərimə nəzərdə tutulur. Cinayət Məcəlləsinin 144.2.1-ci maddəsinə əsasən hədə qorxu zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmə, 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.